SAT hazırlığına nə zaman başlamaq lazımdır? Əgər sən 9-cu sinifi qurtarmısansa, elə indidən SAT hazırlığına başlamalısan. İndi SAT hazırlığına başladıqda gələn ilin mart, may, iyun imtahanlarına girərək oradan yüksək SAT nəticəsi əldə edə bilərsən. Bundan sonra isə IELTS və Duolingo kimi dil sertifikatlarına fokuslanıb, qısa müddətdə də onları qurtarıb, oradan da yüksək nəticə ala bilərsən. Və beləcə 11-ci sinifi universitetlərə müraciət və əlavə işlərə də ayıra bilərsən. Əgər sən 8-ci sinifi qurtarmısansa, onda səviyyə testinə girməlisən. İngilis dilin zəif və ya ortadırsa, General English dərslərimizə qoşulmanı tövsiyə edirəm. Çünki adətən tələbələr 9-cu sinifdə və yaxud 10-cu sinifdə SAT hazırlığına başladıqda İngilis dili hissəsində çox çətinlik çəkirlər. Sənin güclü İngilis dilin olsa, həm SAT, həm də IELTS hazırlıq prosesi daha qısa olacaq və ən sonunda da rahat bir şəkildə yüksək nəticə toplaya biləcəksən. Əgər sən də özünə uyğun bir kurs axtarırsansa, onda EduMax-də açıq dərslərimizə qatıla bilərsən.